Demək, bugünkü müşavirənin nəticəsi olaraq deyilmiş təklifləri konkret olaraq hökumətin müzakirəsinə çıxarmaq və müvafiq qərar qəbul etmək üçün hökumət komissiyası qərara alır. Demək, komissiyanın demək tərkibini mən sizə istəyirəm çatdıram. Komissiyanın tərkibi Məmmədov baş nazirin müavini, demək, Əmircanov İqtisadiyyat Nazirinin birinci müavini, komissiyanın sədrinin müavini. Demək, qalan komissiyanın üzvləri də burada yazılır, ancaq təxminən yazıblar. Yəqin ki, bu komissiyanın sədri və sədrinin müavini komissiyanın tərkibinə bir daha baxacaq və komissiyanın tərkibini dəqiqləşdirəcəklər. Komissiyanın demək, sədri Məmmədov, müavini isə Əmircanov oldu. Qalan komissiyanın üzvlərinə də məşğul olub, ancaq əldə edərsiniz. Düzdür, mən özünüz bilirsiniz ki, bu vəzifəyə hardasa bir aydır təyin olmuşam. Demək, bu sahədə də hökumətin demək, böyük çətinlikləri var. Demək olar ki, bütün sahələrdə. Hökumətin də demək, hardasa işinin düzgün qurması, mənə belə gəlir ki, bizim xalqımızdan asılıdır. Xalqımız əlindən gələn köməkliyi etməlidir ki, doğrudan da hökumət öz işində dönüş yaratsın və xalqımızın tələbini yerinə yetirə bilsin. Qaldı demək, sizin problemləriniz haqqında mən sizə deyim ki, bizim demək, Respublikanın bütün bölgələrində bu problemlərin hamısı var. Ancaq belədir ki, birinci demək, biz işimizi Lənkərandan başlamışıq, bu bölgədən başlamışıq və mənə belə gəlir ki, bütün Respublikanın digər bölgələr keçəcək və xalqın nə ki demək, çətinlikləri var, o çətinliklərlə yaxından demək, tanış olub, ona öz köməkliyimizi göstərəcəyik. Nə qədər imkanımız var, o qədər köməkliyimizi göstərəcəyik. Mənə belə gəlir ki, əsas, ən demək, o təxirə salınmaz problemləri biz həll eləməliyik. Qırılan məsələlərdə də yəqin ki, rayon rəhbərləri və rayonda olan təşkilatlar öz köməkliklərini bu işlə əsirgəməməlidirlər. Demək, qaldı demək, başqa məsələ barəsində düzdür, Əlikiram bəy, biz onunla yaxınıq, dostuq, bir yerdə döyüşmüşük, döyüşçüyük. Bir şey də sizə deyim ki, elə Respublikada da və digər devlətlərdə də bu döyüşçülərin haradasa saflığı nəzərə çatır. Ona görə də mən Əlikiram bəyin demək, günləri burada birinci çıxışında dedi ki, Danışma Respublikası düzü. Mən də bu Azərbaycan xalqının bir oğlu kimi mənə də təsir edədi. Mən istəməzdim ki, biz hardasa demək ayrılaq. Bu mümkün nədir? Çünki bilməlisiniz ki, biz qaynayıb qarışmışıq. Burada demək, söhbətlə tanışdan gedir, nə kürddən gedir. Biz hamımız qardaşıq. Şəxsən mənim özüm də seyidəm. Ona görə də mənim ətrafımda da birləşməlisiniz. Bu sizin borcunuzdur. Demək qaldı Əlikiram bəyin o məsələnin qaldırılması. Düz o, düz hərəkət edib, mən demirəm düz hərəkət edəməyib, düz hərəkət edib. Mən bu günlərdə demək ki, Əlikiram bəylə də söhbət elədik. Demək, haradasa bura 15 il bundan qabaq rəhbərlərin ayağı dəyib, devlət rəhbərlərinin indiyə kimi birində bura ayağı dəyib. Bunun özü də böyük şərtdir. Haradasa demək, bizim rayonlarımıza baxımsızlıq, demək olar ki, hər şeyə gətirib çıxarda bilər. Hazırki vəziyyətdə, hazırki devirdə özünüz bilirsiniz ki, bizim ümumi bir düşmanımız var, onlarla da biz müharibə edirik. Mənə belə gəlir ki, biz bu devirdə hamımız əl-ələ verib, qardaş kimi düşmanın qabağına çıxmalıyıq. Düşman kimin düşmanıdır? Bu demək, hamımızın düşmanımızdır. Ona görə də biz bu müharibəni qələbə ilə başa çatdırmalıyıq. Müharibəni qələbə ilə də başa çatdırmaq üçün bütün hamının köməyi lazımdır. Xalqın köməyi lazımdır. Tək
nə Sürət, nə Əlikiram, nə başqası döyüşən demək oğullarımız bunlar çox azlıq təşkil edir. Bugünkü gündə xalqımız ayaq üstə qalxmalıdır, xalqımız kömək eləməlidir. Bu müharibə xalqın müharibəsi olduğu üçün xalq hiss elətdirməlidir ki, doğrudan bu müharibə bunun müharibəsidir, xalqın müharibəsidir. Yoxsa kimlərsə məsəl üçün şühdüzdür sinəsini qabağa verir, gedir, şahid olur. Özünüz bilirsiniz ki, bu 5 ildə gedən müharibədə bizim qeyrətli oğullarımız rəhmətə gediblər. Qəhrəman kimi hamısı demək, öz canlarını demək, qurban veriblər bu torpaq uğruna. Ona görə belə gəlir ki, bugünkü gündə bütün hamımız əl-ələ verməliyik. Ayrılıqdan söhbət gedə bilməz. Dahadan biz sıx birləşməliyik və bir qüvvənə düşmanın qarşısına çıxmalıyıq. Əlikiram bəy mənim dostumdur, qardaşımdır, bizim dostluğumuz indi döyüb demək, haradasa çoxdandır. Demək olar ki, 2 il vaxt var ki, biz dostluq edirik. Mən onun qeyrətli olmağını bilirəm, onun xalqını istəməyini bilirəm. Ona görə də haradasa onun da küsməyə haqqı var ki, bugünkü gündə mən bu günləri doğrudan da burada rayon rəhbərlərini dinlədim, eşitdim və o problemlərin hamısını özüm demək, eşitdim və bir nəticəyə gəldim ki, o adam bu hərəkət edib, ancaq onun dostu, baş nazir olan bir vaxtı gələcəklərə Qarana çox araqda qalır, başqa söhbət yoxdur. Ona görə də bəzi demək, o siyasi tələblər var. Belə gəlir ki, o aidiyyətli təşkilatların qarşısında şəxsən onu mən qaldıracağam. Əlikiramın dostu, qardaşı kimi belə gəlir ki, onun da həllini biz bir yerdə tapacağıq. Qalan, gələk siz o vaxtda heç fikirləşməyəsiniz ki, biz ayrılacağıq, yəni biz dahadan sıx birləşməliyik. Siz onu da bilməlisiniz ki, mənim bəlkə də o gün, keçən səfər Əlikirama deyirəm ki, mənim bəlkə qohumum səndən çoxdur burada, Lənkəranda. Hamımız qaynayıb qarışmışıq. Ona görə də mən demək, bizim bu müharibədə, birinci növbədə müharibədə mən Azərbaycan xalqına qələbə arzu edirəm. O qələbə də belə gəlir ki, bizim hamımızın birliyimizlə əldə olunacaq. Birliyimizlə əldə olunacaq. Qalan indi burada qaldırdığınız o problemlər haqqında da yaxından şəxsən mənim özüm məşğul olacağım. Nəinki Lənkəranda, Azərbaycanın digər bölgələrində də demək biz müşavirələr keçirdəcəyik və yaxından demək bütün demək rayonların hamısına köməklik edəcəyik. Əlimizdən nə gəlir onun? Özünüz bilirsiniz ki, Respublikanı, Nazirlər Kabinetini şəxsən elə bir vəziyyətdə mən təhvil götürmüşəm ki, sizin andırım ki, Respublikada heç nə qalmır. Hamısını demək satıb dağıdıblar. Qeyri-qanunidir. Ona görə də belə gəlir ki, bu çətinlikləri aradan qaldırmaq üçün bütün təşkilatlar, bütün xalqımız bu sayədə böyük köməkliyini göstərməlidir. Mənim arzum budur. Sizdən də, sizin də hamınızdan xahişim odur ki, doğrudan da özünüz bilirsiniz ki, yığım mövsümü başlayır. Bu yığım mövsümündən demək, əlinizdən gələn köməkliyi göstərməlisiniz. Hamı, nə çətinliyiniz də olsa, o çətinliklərin ötəsindən gəlməyə belə gəlir ki, imkanlar tapacağıq ki, o çətinlikləri aradan qaldıraq biz. Mənim sözüm bu qədər, şəxsən nə sualınız var, buyurub deyə bilərsiniz, mən sizin suallarınıza cavab veririm. Buyurun. Əlikrəm qəbulunda bütün buzulan ağsaqqaldır, heç ağsaqqaldır, heç vaxt məsləhət görməzlər ki, o Azərbaycan ailəsində. Bütün bizi bu yerə batlar edən bizim problemlərimizdir, bizim çətinliklərimizdir. Cəmiyyət də buna narazılıq edir, öz yerində. Qaldı ki, mənim bircə xahişim olur. Biz hələ müqəddim iş başında olanda, prezident olanda, Ali Səbətin sesiyasında biz qərar qəbul edik ki, Rusiya əlaqə yaradır, SNG-ni əlaqə yaradır. Gəlib qərar da qəbul edir. Bu qərarlar təklif olundu ki, prezident rəhbərliyi Rusiyanın əlaqə saxlasın. Bu əlaqələr yaradar, SNG nümayəndə göndərdi, kesin mütəqimdə iştirak edir. Bu yaxınlarda biz isə o sesiyanı Milli Məclisdə ləğv edir, o sesiyanın qararı Milli Məclisdə ləğv edir. De görün bu Rusiya ilə qonşuluq eləmək, bizə nə deyəm verir? Nə ki biz prinsipal edirik, kimin sən təklif edir? Mən başa düşmürəm, mən də Respublikanın bir ziyalısı kimi. Mən bilmirəm, bu Rusiya ilə biz dostluq edirik, buna əlaqə yaratırıq. Burada kimə nə ziyan edir? Mən başa düşmürəm. Bunu hansı qurbanlar qoymur ki, bir Rusiya əlaqə saxlayır. Mən xahiş edərdim, Ali Səbətin sesiyatı çağırılsın, yaxınlarda
Niye sisteme 8 gelmediniz? Neden elbette çağırırsın, indi çağırılmıyor. Niye çağırırsınız? O milli meclisten yapışmışsınız ki. Çağırın biz deputatlar öz fikrimizi diye. O anda gelme milli meclis ki bu neye yazdı? Orada hardese 30 zaman bütün 7 milyon halkın içini ifade etmiş. Sonra cemaatin parçaladığı. Necə yani? Elə şey onlar. Mən başlatmışam, Azərbaycan sözünü çıxmışam. Azərbaycan dilini öyrənmişəm. Mənim uşaqlarım da, nəvələrim də. Bu necə yani? Azərbaycan bir Türk dilidir. Hakimə bize səfərli çağırsın. SNG'de kimləşimiz qəbul edək. O Azərbaycan dili, Azərbaycan dövlət dili, Azərbaycan dili olsun, Türk dili sözü çıxsın orada. Məsələn. Düzdür. Sizin buna münasibətiniz var. Demək, belə gəlir ki, sizin verdiyiniz sual, düzdür o sualı çox adamlar veriblər. Mən bir şey demək istəyirəm, gərək biz reallıqla barışaq. Reallıqla barışmaq lazımdır. O vaxtı düzdür, böyük səhv elədilər, qabaqki iqtidar böyük səhv elədi. Onun da demək ağır nəticələridir ki, bu günləri biz onu çəkirik. Qaldı indi deyirsiniz SNG-yə girmək barəsində. Şəxsən demək, bizim bütün demək müəssisələrimizin, hamısının demək, Rusiyanın müəssisələrinin bağlılığı var, bu reallıqdır, bunu danmaq olmaz. Biz onlarla iqtisadi əlaqələrimizi qurmalıyıq. Qaldı SNG-yə girmək barəsində belə gəlir ki, şəxsən bu vaxtda yaqın millət vəkilləri də hamı bir yerdə bu işə səs verməlidir. Şəxsən mən fikrimlə bu həyata keçəsi deyiləm. Belə gəlir ki, düzdür, yoldaşlar yerindən düz deyir ki, xalq öz münasibətini bildirməlidir. Xalq münasibətini bildirməlidir SNG-yə girib-girməmək barəsində. Yaqın ki, bu yaxın günlərdə məclislərin birində bu məsələ qaldırılacaq və məclisdə bu məsələyə baxacaq. Mənim sözüm bu qədər. Buyurun. Mənim bir xahişim var. Bizim bölgədə, yəni 7 rayonumuzda 1000-ə yaxın şəhid var. Necə olur ki, həmin 1 milyon əhaliden çox gözəl savadlı mütəxəssislər var. Niyə mərkəzi aparatlara, Bakı şəhərinə həmin mütəxəssisləri aparılmır ki, məsul vəzifələrdə işləsin? Sualınıza cavab olaraq demək istəyirəm ki, bu bölgədən demək, Bakıda nazirliklərdə, Nazirlər Kabinetində özünüz bilirsiniz ki, demək, yoldaşlardan çoxları vəzifədədir, onu bilirsiniz. Ancaq ona bir daha baxılacaq. Nəinki, məsəl üçün, Lənkəran bölgəsinə, hətta bütün bölgələrə, bütün demək, burada demək, biz ləzgiləri də nəzər almalıyıq. Şəxsən bu mənim öz fikrim olub, mənim demək, tələbim olub ki, mən hökuməti ancaq demək, regionları nəzər alacağıq və oradan ixtisaslı kadrları demək, seçib rəhbər vəzifələrə təyin edəcəyik. Buyurun, başqa kiminlə sual var? Bu söz təzə dövüş görən sözdür. İntiqlabi dərələr var ki, çalışan tarafından da qarşıdırılır. Ümumiyyətlə, mən bir söz demək istəyirəm ki, bu qardaş sözü o deməkdir ki, o bir qardaş, o bir qardaşı təqdir edə bilər. Bu qardaş bilməlidir. Sonra o deməkdir ki, siz məsələsin Azərbaycan dilində söhbət edə bilərsiniz, öz dilinizdə. Oxuya bilərsiniz. Amma talış, mən talış o qədər tutanmalıyam, öz dilində danışa bilməyəm. O bəndədə gətirdik o deyil. O məişət səviyyədə dəfələrlə savaşlar təqdir olunur. Heç bir reaksiya bizim o qardaşlar heç bir cavab vermirlər. Bu həmişə özünü
burada ayrı sessiz tahmin eder. Bizler biliyoruz ki kardeşler, bunun hamı yaxşı ama elbette kardeşler ama biz de ayrı her kardeş o demektir ki bir kardeş o bir kardeşin üstün olmalı. Hayır tarafına münasebeti bildirensin. Eğer bundan sonra da bu böyle devam ederse bir kardeş üstün olmalı. Onda siz ne de durmayasınız, siz bu öğrenci burada siz bu kardeşler. Demək, Suallar bundan sonra da kesilir, beslenir, yorulur. Bundan sonra da işlemek lazımdır bize. Yorucu iş. burada demək ayrı seçkiliyi özünüz bilirsiniz ki, bu xalq cəbhəsinin hakimiyyəti. Demək, o devirdə başlayıb və mənə belə gəlir ki, ondan qabaq heç nə talış söhbət edən var idi, nə ləzgi söhbət edən var idi. Bu söhbətlərin hamısı demək, xalq cəbhəsi hakimiyyətə gələndən sonra çıxdı meydana. Onu da demək istəyirəm, mən xalq cəbhəsindən deyəm və heç bir partiyadan deyəm. Ona görə mənim borcum odur ki, bayaq da dedim, mən seyidəm, sizin hamınız da mənim ətrafımda birləşməlisiniz. Mənə belə gəlir ki, bu bəs eləyir. Gelin bu Azərbaycan iqtisadi nə məsələlərdən ötəri Azərbaycan kabinetinin yığıncağı siyasi diskusiya çevirir. Siyasi Siyasi diskusiya çevirir.